Sizə 22 yaşlı bir gəncin tanınmış Azərbaycanlı alim, Quran müfəssiri, Quran mütəxəssisi Əllamə Məhəmməd Hüseyn Təbətəbaiyə yazdığı bir məktub oxumaq istəyərdim. Mənə elə gəlir ki, bu məktub həm gənclər üçün çox önəmli olar, həm də adı elə bizlər üçün. Heç kəs təsəvvür etməsin ki, bəndəlik yolu və Allaha yaxınlaşmaq səfəri təkcə 40-50 yaşlı olanlara məxsusdur. Bəziləri belə düşünür də, 50-60 yaşım olar, baxarıq. Əgər belə olsaydı, mərhum Əllamə cavab yazmazsa həmin bu gəncə, deyərdi ki, indi sən hələ get dərslərini oxu, 7-8-10 il sonra gələrsən, cavabını verərəm. Necə ki, bəzən biz belə halları indidən müşahidə edirik. Lakin mərhum Əllamə ona cavab verir. Əvvəlcə gəlin gəncin fikirlərini oxuyaq. Məktubun əvvəlində gənc özü haqqında məlumat verir. Bunun üstündən keçirəm, toxunmuram. Sonra qeyd edir ki, belə bir nəticəyə gəlirəm ki, yəqin ki, yalnız siz mənim bu sualıma cavab verə bilərsiniz. Çox maraqlıdır ki, bu məktub elə bir dövrdə yazılıb ki, çətin bir dövr idi. Buna baxmayaraq, həmin gənc Əllaməni kəşf edir və bilir ki, məhz o bu yolda ona yol göstərə bilər. Bu məktubda əksər gənclərin də sahib olduğu suallar yer alır. Biz indiki də dövrdə görürük ki, bir çox adamlar var, özlərini əxlaq ustadı kimi təqdim edirlər, seyr-i süluk əhli, arif kimi təqdim edib. Maşallah, bizim kimi cəmiyyətdə də belə adamların məşhurlaşması 2-2-dir. Lakin bilmək lazımdır ki, bu əxlaq ustadı, yəni əxlaq dərsi deyən adamlar ayrıdır. İnsan düzəltməyi bacaran, yəni ki, artıq özünü düzəltmiş insanlar isə tamamilə ayrıdır mənim əzizlərim. Təəssüflər olsun ki, biz sadəcə görüntüyə allanırıq bəzən. Bu gənc məktubun davamında belə yazır ki, sizdən xahişim budur ki, mənə buyurasınız. Nə kimi əməllər edim ki, nəfsimə hakim ola bilim? Hamının giriftar olduğu bu uğursuzluq, bu bədbəxtlik tilsimini qıra bilim və səadət mənə hakim olsun. Oğlanda zirəkliyə baxın, yazır ki, xatırladım ki, mənə nəsihət lazım deyil. Yoxsa başqalarında nəsihətçilik iddiası bol-bol var. Həqiqətən də elədir. Maşallah, bizim cəmiyyətdə nə qədər nəsihət edənlər var. Gedginən nəsihətdən hamı boldular. Ay oğul belə elə, ay bala belə elə. Amma bir düşünmürlər ki, görəsən bu insanın mənəvi sıxıntıları nədir, hansı problemləri var, biz nə kimi kömək edə bilərik. Yəni, gənc də Əllamədən tələb edir ki, mənə boş-boş nəsihət yazıları yazma. Praktik, işdək olan bir şeylər qeyd et. Hamı pis əməlləri pisləyir, çox gözəl, qəşəng. Amma bəs bu pis əməllərdən qurtulmaq üçün bununla mübarizə metodları nədir? Bax, əsas aktual məsələlər də bunlardır. Gənc qeyd edir ki, qələbə çalmaq üçün, yəni nəfsə qalib gəlmək üçün mənə əməli təlimatlar lazımdır. Necə ki, sizin öz təhsil dövrünüzdə Nəcəfdə ustadınızın yanında fəlsəfə dərsləriniz olub. Həmin şəxs ki, işraq fəlsəfəsinə tam hakim idi. Yəni, Mötərizədə də yazılıb ki, yəni belə eşidilmişdir. Bir də xatırladıram ki, yazan şəxs, gənc yazıra, öz-özünə düşünür ki, şifahi şəkildə bu sualın cavabını ala bilməyəcək. Yəni, bilirəm ki, əgər mən şəxsən Əllamə Təbətəbainin hüzuruna çatsam, cavabımı şifahi şəkildə eşidə bilməyəcəm. Yəni, bunu nəzərdə tutur. Sonra qeyd edir ki, həm də xəcalət çəkirəm ki, sizin qiymətli vaxtınızı əbəs yerə alım. Buna görə də xahiş edirəm, əgər məsləhət bilirsinizsə və bu məsələyə bir əhəmiyyət verirsinizsə, bir ata kimi mənə kömək edin. Əgər cavabınız mənfi olarsa, yəni mənə cavab vermək istəməsəz, mənim naqis düşüncəmə gülməyin. Məktubu gizlicə cırıb atın və məni də öz başına buraxın. Təşəkkür edirəm. Yadıma bilirsiniz, nə düşür, hərdən bəzi valideynlər olur, mənə şikayət edirlər ki, mənim övladım namaz qılır, oruç tutur, mən bunun əleyhinəyəm. Deyirəm, əziz insan, bilirsən nə qədər valideynlər var ki, gecə-gündüz dua edirlər ki, kaş mənim övladım bu cür olardı. Ona görə də, əziz valideynlər, sizin bu cür haqq teşnəsi, haqq axtarışında olan övladlarınız varsa, buna görə Allaha təşəkkür edin və mütləq onun arxasında durun. Əllamə Təbətəbainin cavabına baxaq. Bismillahirrahmanirrahim. Əssəlamu aleykum. Qarşı vərəqdə qeyd etdiyiniz məqsədə nail olmaq və müvəffəqiyyət qazanmaq üçün iradə göstərmək, tövbə etmək, müraqibə və mühasibə ilə məşğul olmaq lazımdır. Fikir verin, Əllamə Təbətəbai uzun-uzadı sözlər yazmadı, dərhalda məsələyə girişdi. Nə lazımdır? İradə lazımdır, himmət lazımdır, qəti qərarlı olmaq lazımdır, daha sonra tövbə etmək lazımdır. Bizim nədənsə gün ərzində tövbə edib istiğfar etməyimiz nəsə 105-ci dərəcədədir. Göz önündə olmaq lazımdır, müraqibə və mühasibə lazımdır. Bunlar nə deməkdir? Bunu da qeyd edim ki, Allahın Qurandakı vəsflərindən biri, məsəl üçün, rəqib olmasıdır. Rəqib burada o mənadadır ki, Allah daim nəzarət edəndir və Allah hesabat çəkəndir həm də. Ona görə bizim kəlamlarımızda da var ki, mutu qablə ən təmutu, yəni ölməmişdən qabaq ölün. Bilirsən ki, Allah sənə nəzarət edəndir. Ona görə
görə də əvvəlcədən sən özünə nəzarət elə. Bilirsən ki, Allah hesaba çəkəndir. Ona görə də sən əvvəlcədən özünü hesaba çək. Necə ki, mən bilirəm ki, imtahan verəcəm irəlidə, ona görə imtahana hazırlaşıram. Burada da biz bilirik axı imtahan verəcəyik. Əzizlərim, biz imtahana hazırlaşırıqmı? Ona görə də Əllamə Təbətəbaidə iradə olmalıdır, tövbə olmalıdır, müraqibə olmalıdır. Yəni öz üzərində ciddi nəzarət etməlisən və mühasibən olmalıdır ki, özünü Allah tərəfindən hesaba çəkilməmiş, sən özün özünü hesaba çəkməlisən. O cür ki, hər səhər yuxudan oyanarkən qəti qərara gəlin ki, qarşıya çıxan hər bir işdə Allah Taala'nın razılığını nəzərə alacağım. Bilirsiniz, bu nə qədər önəmlidir. Səhər dur və de ki, mən bugün hər bir əməlimi sırf yalnız Allahın razılığını əldə etmək üçün edəcəyim. Bir, məsələn, yeməyi yeyirsən Allahın razılığı üçün. Sözsüz ki, sən yeməyə də nəzarət edəcəksən. Kiminləsə telefondan danışırsan, mən yox, Allahın razılığını qazanmalıyam. Danışıqlarla, özünü aparmaqla diqqət edəcəksən. Yol gedərkən ki, mən Allahın razılığını qazanmaq istəyirəm, gözvə, dilvə, ağzıva, hər şeyvə hakim edəcəksən və beləcə insan tamamilə fərqində olaraq bir həyat yaşamağa başlayır. Əllamə izah edir. O vaxt görmək istədiyiniz hər bir işdə axirət mənfəətinə nəzərə alacaqsınız. Yəni düşünəcəksiniz ki, hər bir şeydə mənim axirətdə haqq hesabım necə olacaq. O cür ki, əgər axirət xeyri olmasa, hər nə olursa olsun onu yerinə yetirməyəcəksiniz. Birinci qarşınıza iş çıxarkən özünüzə sorğu-sual edəcəksiniz ki, onun axirət mənfəəti nədir mənə? Bu mənə cəza gətirəcək, yoxsa savab gətirəcək? Savab gətirəcəksə, ya Allah, onun dalınca da düşəcəksiniz, daha ixlasını edəcəksiniz. Yox, sizə cəza gətirəcəksə, o zaman siz ondan uzaq duracaqsınız. Əllamə qeyd edir ki, bu halı səhərdən gecə yatana qədər davam etdirəcəksiniz. Yatmazdan əvvəl isə 4-5 dəqiqə ərzində həmin gün gördüyünüz işlər barədə düşünəcək, onları bir-bir nəzərdən keçirəcəksiniz. Yəni yatmamışdan qabaq ki, biz uzanırıq, gün ərzində nələr etmişiksə onun hesabatını aparmalıyıq. Allahın razılığına uyğun yerinə yetirdiyiniz hər bir işə görə şükür edəcək, xilaf və səhv çıxan hər bir əməl üçün isə istiğfar, yəni Allahdan bağışlanma diləyəcəksiniz. Bax, bunu böyüklər bizə qeyd edib. Bir müsəlmanın həyatı da belə olmalıdır. Səhər durdum, deyəcəyim ki, Allah razılığı üçün bu günləri, bütün əməllərimi buna uyğun edəcəm, yatanda da özümü hesaba çəkəcəm. Mən bu gün neynədim? Kimə nə cür dedim? Biz adətən düşünürük ki, kimlər bizə nələr etdi? Yox. Biz kimlərə nələr etdik düşünürük. Əgər biz yaxşı etmişiksə, Allahın razılığına əsasən etmişiksə, Allaha şükür etməliyik ki, bu işdə bizi müvəffəq edib. Yox, əgər biz görmüşük ki, burada büdürəmişik, dərhal da tövbə edib Allahdan bağışlama diləyəcəyik. Əllamə qeyd edir. Bu qaydanı hər gün davam etdirin. Hər gün. Bu üsul əvvəlcə hərçənd çətin və nəfsin dadına acı gəlsə də, nicat və qurtuluş açardır və qurtuluş bundadır. Daha sonra bir dənə praktika bir şey deyir. Həmçinin hər gecə yatmazdan əvvəl bacarsanız Musəbbəhat surələrini oxuyun. Yəni hansılar da olar? Hədid, Həşr, Saf, Cüməə və Təğabun surələrini oxuyun. Əgər bacarmasanız, heç olmasa yalnız Həşr surəsini oxuyun yatmamışdan əvvəl. Bu əməllə məşğul olmağa başladıqdan 20 gün sonra vəziyyətinizi məktubla mənə yazın. Baxın, deyib əldə çəkmir, deyir 20 gündən sonra məndə səndə baş verən dəyişiklikləri yaz. Ola bilər ki, növbəti mərhələdə var ki, o növbəti mərhələni də keçmək lazımdır. Bu ilkin mərhələdir. İnşallah müvəffəq olacaqsınız. Vəssalamu aleykum. Məhəmməd Hüseyn Təbətəbai mənim əzizlərim.